Şagirdlərim, tətildən sonra qaldığımız yerdən davam edirik. Səhifə deməli 48-də fe'l mövzusunun testlərinə, tapşırıqlarının izahına bir yerdə baxaq. Bizdən istəyir ki, cümlədəki fe'lləri seçin, hansı zamana və şəxsə aid olduğunu müəyyən edin. Gəlin əvvəlcə fe'lləri tapaq. Keçən il burada Nərgiz əkmişəm. Əkmişəm fe'ldir. Hansı zamandadır? Keçmiş zamandadır və birinci şəxsin cəmindədir. Yəni mən əkmişəm. Siz divar qəzeti hazırladınız. Hazırladınız keçmiş zamandadır. Siz hazırladınız ikinci şəxsin cəmindədir. Birinci şəxsin tək yazmalıydım. Neçə gündür gözləyirik. İndi gözləyirlər. İndiki zamandadır və birinci şəxsin cəmindədir. Dostlar gündə tanınar. Hələ tanınmayıb, tanınacaq. Qeyri-qəti gələcək zamandadır və üçüncü şəxsin təkindədir. Birincilər ön sırada əyləşəcəklər. Gələcək zamandadır və üçüncü şəxsin cəmindədir. Hazırlaşacaqsan, yenə də qəti gələcək zamandadır. Sən hazırlaşacaqsan, ikinci şəxsin təkindədir. Aha, indi gəldik bura. Deyir ki, fe'lin zamana görə dəyişməsi. Fe'lin hansı zamanda baş verdiyini bilmək üçün müxtəlif şəkilçilər artırılır. Məsələn, indiki zamanda ır artırılır, qaçır, durur, gəlir, görür. Keçmiş zamanda d, mış və ıb şəkilçilərindən istifadə olunur. Yadımızda saxlayırıq. D, mış və ıb şəkilçiləri gəldi, oxuyub, yazır və s. Və gələcək zaman isə iki cür olur. Qəti gələcək və qeyri-qəti gələcək. Qəti budur, qeyri-qəti də budur. Baxacaq, görəcək və s. Bu şəkildə. İndi biz şəxsə görə baxaq ki, yenə də zaman və şəxsə görə olduğunu müəyyən etməliyik. Mən dərslərimi çoxdan hazırlamışam. Artıq hazırlayıb bitirmişəm. Keçmiş zamandadır. Və birinci şəxsin təkindədir. Çox vacib məsələ haqqında danışacağıq. Gələcək zamandadır. Və birinci şəxsin cəmindədir. Əkirlər, indi əkirlər, indiki zamandadır. Və onlar əkirlər, üçüncü şəxsin cəmində olacaq. Gəldik növbəti sualımıza. Danışmaq. İndi deyir ki, ikinci şəxsin cəmində və indiki zamanda işlət. Məsələn, ikinci şəxs. İkinci şəxsin cəmi nədir? Siz. Siz danışırsınız. Mən daha cümlənin ortasını yazmıram, amma siz özünüz genişləndirə bilərsiniz. Sevinmək. Keçmişdə olsun və birinci şəxsin təki. Yəni mən. Mən dünən məsələn çox sevindim. Düşünmək. Gələcək zamanda olsun və üçüncü şəxsin cəmində olsun. Onlar düşünəcəklər. Qorumaq. Mən birinci şəxsin cəmi deyir. Onda biz. Biz qoruyacağıq. Axtarmaq. İkinci şəxsin təkində. Sən axtarmısan. Bu şəkildə yaza bilərsiniz. Keçək digərinə. İnkarda. Uşaqlar, ümumiyyətlə biz inkarını düzəltmək üçün mamə şəkilçisinə istifadə edirik. Oxu, oxuma, yaz, yazma, poz, pozma. Amma hər mamə inkar demək deyil. Çünki mamə başqa şəkilçi də ola bilər. Biz buna irəlidəki dərslərdə daha detallı danışacağıq deyə burada çox toxunmaq istəmirəm. Burada bağlama isimdir. İnkar deyil. Amma burada pəncərəni bağlama, bəli, bax burada inkar şəkilçisidir. İndi üçü siz deyin. Bu çəkmə çox bahalıdır. Bəli, düz deyirsiniz, bu isimdir. Çünki çək sözündən
çəkmə yaranıb, amma çəkmə bu artıq inkarlıq edir. Ona görə də bu inkar olacaq. İndi bu feilləri bizdən yenə inkar formada işlətməyimizi istəyir. İndiki zamanda və birinci şəxsin cəmində. Məsələn, görüşmək. Bütün feilləri yazmalıyıq, səhv etmirəmsə. Mən hərəsindən birini yazım, siz davamlı artıq kommentlərdə yazarsınız ki, çox vaxt aparmasın. Görüşmürəm. Birinci şəxsin təkində oldu. Çıxmaq. Gələcək zamanda və ikinci şəxsin cəmində. Siz çıxmayacaqsınız. Gələcək zamanda və üçüncü şəxsin təkində. O yoxlamayacaq sonra. Yoxlamayacaq. Hazırlamaq. Məsələn, siz hazırlamışsınız. Belə. Və salam, bu şəkildə yaza bilərik. Danışmayacağıq feili haqqında hansı yanlışdır? Birinci şəxsin cəmindədir. Bəli, biz danışmayacağıq. Bu düzdür. Təsdiqdədir? Xeyr, təsdiqdə deyil, inkardadır. Gələcək zamanda işlənmişdir? Bəli. Bitişdirici samit var. Bəli. Gəldik növbəti çalışmamıza. Növbəti çalışmamızda bizdən istəyir ki, hansı nitq hissəsindən yarandığını qeyd edin. Kökünü. Gəlin baxaq. Sözü təhlil edək. Duz, duzla, duzlamaq. Çox, çoxal, çoxalmaq. Boz, bozar, bozarmaq. Uzaq, uzaqlaş, uzaqlaşmaq. Bir sözün hansı nitq hissəsindən yarandığını tapmaq üçün son leksikdən əvvələ baxırıq. Əgər bir dənə leksik varsa, onda kökə baxa bilərsiniz. Baxın, qaydamız odur ki, son leksikdən əvvələ bax. Amma sizdə bir dənə leksik var deyənə elə ondan əvvələ baxacaqsınız. Yəni kökə. İndi gəlin bunun hansı hissəsi olduğunu yazaq. Duz isimdir. Çox saydı. Boz sifətdir. Uzaq sifətdir. Uyğunluğu müəyyən edərək mürəkkəb fiillər yaradın. Ölçüb biçmək. Bilirik ki, bu tərzdə sözlər defislə yazılır. Dəyib dolaşmaq. Keçib getmək. Ölçüb biçmək. Ölçüb biçmək yazdım. Atılıb düşmək. Və salam. Bu şəkildə yaza bilərik. Verilmiş feillərə olmaq və etmək sözlərinə uyğun gələni artırmaqla mürəkkəb feillər. Məsələn, xahiş nə olar? Xahiş etmək. Nail olmaq mürəkkəb feil yarandı. Cəhd etmək. Mane olmaq. Müğayət olmaq. Mübahisə etmək və göz qulaq olmaq. Deməli, xahişi yazdıq, naili yazdıq. Bunu yazmamışam deyəsən, cəhdi yazdıq. Manini yazdıq, müğayət yazdıq, mübahisə yazdıq, göz qulaq yazdıq. İndi buradan da yazım. Andaman etmək. Deməli, biz bilirik ki, et, ol, billə biz mürəkkəb feillər yarada bilərik və bu feillərimiz mütləq ayrı yazılmalıdır. Yəni bunu yadınızdan çıxartmayın. Demək olar ki, uşaqlar, bu mövzuda biz feil bölməsinə aid yekunlaşdırıcı tapşırıqları baxdıq, müzakirə etdik. Ümid edirəm ki, hamısı sizə faydalı oldu və növbəti videoların olmasını istəyirsinizsə rəylərinizi əsirgəməyin. Çünki sizin rəyləriniz mənim üçün çox vacibdir və belə olduğu halda da mən istəyirəm ki, çox saylı paylaşımlar edim sizlə.
Belə, kommentlərinizdə yazarkən diqqətli olun, fikirlərinizi düzgün ifadə etməyə çalışın və növbəti videolarda görüşmək ümidi ilə sizdən sağollaşıram. Hələlik.